Prezident İlham Əliyevin BMT-dəki tarixi çıxışı, Azərbaycanın qətiyyəti və liderliyinin beynəlxalq təsdiqi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Birləşmiş Millətlər Təşkilatında etdiyi çıxışı bir daha sübut etdi ki, ölkəmiz qlobal səhnədə etibarlı tərəfdaş, söz sahibi, dövlət və haqq səsinin carçısıdır. Dövlət başçısının qətiyyətli mövqeyi, aydın mesajları və siyasi iradəsi beynəlxalq ictimaiyyət tərəfindən xüsusi diqqətlə qarşılanıb. Prezident İlham Əliyev BMT tribunasında çıxışı zamanı Azərbaycanın milli maraqlarını qorumaqla yanaşı qlobal sülh və ədalət naminə mühüm təşəbbüslərlə çıxış etdi. Bu təkcə siyasi bəyanat deyil. Bu, dövlətimizin gücünün, xalqımızın birliyinin və ölkəmizin dünyada artan nüfuzunun təntənəsi idi. Müstəqil və balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan bugün regionun ən güclü və etibarlı lider dövlətinə çevrilib. Cənab Prezidentin uzaqgörənliyi ilə ölkəmiz həm iqtisadi inkişaf, həm də siyasi sabitlik baxımından nümunə göstərilir. Enerji təhlükəsizliyindən nəqliyyat dəhlizlərinə, sülh proseslərindən beynəlxalq əməkdaşlığa qədər bütün sahələrdə Azərbaycanın imzası aparıcı mövqelərdədir. Azərbaycan vətəndaşı olaraq qürurla deyə bilərik ki, Prezidentimizin qətiyyətli siyasəti sayəsində vətənimiz bugün təkcə regionun deyil, bütövlükdə beynəlxalq aləmin mühüm oyuncusuna çevrilir. Onun hər çıxışı, hər mesajı xalqımızın səsini, milli iradəmizi və haqq işimizi əks etdirir. BMT-dəki çıxışı ilə Prezident İlham Əliyev bir daha dünyaya göstərdi ki, Azərbaycan nəinki öz sözünü deyir, eyni zamanda qlobal proseslərə yön verən, regionda liderliyi qətiyyətlə təmin edən dövlət kimi tanınır. Bu, liderlik hər bir vətəndaş üçün qürur mənbəyidir. Şimşək TV xalqımızın səsini, Prezidentimizin haqq sözünü işıqlandırmağa davam edir.